Charles, siz lap əsl ağılsız insan kimi danışırsınız. Siz mümkünsüz bir şey təklif edirsiniz. Kimin üçünsə ola bilər, cənablar. Mümkünsüz şeyə nail olmaq üçün onun mümkün olduğunu fikirləşmək lazımdır. Bu cür düşüncə tərzi sizi müflis eləyəcək. Mən belə riska getməyə hazıram. Bir təsəvvür eləyin. Rangunda, Bangkokda, Jakartada faktoriyalar. Yenə pis yuxu görmüsən? İndi gəlirəm. Elə bir yıxılıram. Çox dərin və qaranlıq bir yuvaya. Orada qəribə məxluqlar görürəm. Hansı məxluqlar? Dodo quşunu, jilet giymiş dovşanı və gülümsəyən pişiyi. Bilmirdim ki, pişiklər gülümsəyə bilir. Mən də bilmirdim. Hə, bir də göy rəngli qurdu. Göy qurd. Düşünürsən ki, mən dəli olmuşam? Qorxuram ki, hə. Sən dəli olmusan, ağlını itirmisən. Amma sənə bir sir açacağım. Dünyanın ən yaxşıları dəlilərdir. Və bu yalnız yuxudur, Alisa. Orada sənə qarşı təhlükəli heç nə yoxdur. Əgər görsən ki, çox qorxursan, sən həmişə yuxudan ayıla bilərsən. Bax, belə eləyərək.